Çox sağ ol. Nurşcan, bəlkə içəri keçəsiz. Ayrı vaxtda qalsın. Mütləq gələrəm. Bəlkə birisi gün. Uzaqbaşı 5-ci gün. Gözləyəcəm. Amma eviniz yaxşı yerdədir. Heyif ki, karxana yaxındadır. Karxananı bağlayacaqlar. Su ilə dolduracaqlar. 4 yanı park olacaq. Restoranı ilə filanı ilə. Əla olacaq, görərsiniz. Bir quruca xudafizləşəydi. Ya bir qırıq kağız qoyaydı. Sağlıqla qal, bağışla, mən özgəsini istəyirəm. Nə böyüşdü ki? Nə sənin dalınca ağlayandım, nə də tutub səni zorla saxlayan. Bilirəm. Çox yaxşı. Onda bəs niyə demişdin ki, məndən qorxursan? Qorxub eləmirdim. Görmək istəmirdim, vəssalam. Niyə? Elə belə. Bəlkə zəhmət də olsa məni başa salasan. Nəyə görə? Haçansa məni sevirdin axı. Elə şey olmuyor. Olmayıb. Onda bəs mənə dediyin o sözlər nədir? Sənə heç nə deməmişəm. Səndə vicdan var. Yox, Niyə mənimlə bu cür danışırsan? mən getməliyəm. Dayan. Gecikirəm axı. Səncə danışmağımız artıqdır? Hə, Eləsə get, saxlamıram. Sən ilanmışsan, ilan. Deməli aldatmısan məni həmişə. hə, Niyə görə? ürəyim istəyirdi. Sənə xalçaldırsan məni. Yoxsa bilə-bilə eləyirsən. Bəs sən məni alçaltmırdın, elə gözləyirdin ki, haçan rədd olub gedəcəm evindən. Düz demirsən Vika, düz demirsən. Məni gizlədirdin, qonşulardan da utanırdın, bəs necə yaraşmırdım axı sənə. Tərbiyəm yox, savadım yox, ata-anasız. Mən elə şey deməmişdim. Deməsən də aydındır, əl çək məndən, əl çək. Nifrət edirəm sənə. Dayan Vika. Nə deyirsən and içim, sən xoşuma gəlirsən, tez-tez yadıma düşürsən. Bu görüşümüz də əslində təsadüfi deyil. Mən də təkəm. Gəl bir yerdə olaq. Axı deyirdin, sevirsən məni. O getdi. Aramızda olan bütün yaxşı şeyləri unudub. Yadında təkcə inciliyi, küsünü saxlayıb getdi. Axı mən nə eləyəydim ki, onun haqqında çox şey bilirdim. O bildiklərimi unutmaq üçün, o yükü üstümdən atmaq üçün mənə vaxt lazım idi. O vaxtı dostum vermədi. Rufət. Salam.